Məlumat verdiyimiz kimi, Türkiyənin Küçükçəkməcə Respublika Prokurorluğu tərəfindən bağlanmış Ekol TV-yə qarşı pul yuma iddiaları ilə bağlı istintaq başlanıb. İstintaq çərçivəsində Azərbaycanlı iş adamı Mübariz Mənsimovun da adı hallanır. O, sözügedən xəbərləri təksib edib. İddialar gerçək olarsa, Mübariz Mənsimovu nələr gözləyir? Global Info.az-a danışan hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyevin sözlərinə görə, Mübariz Mənsimovun istintaqa daxil olunması avtomatik olaraq onun haqqında ittiham irəli sürülməsi demək deyil. Türkiyə hüquq praktikasında bu cür hallarda şəxslər ya şübhəli, ya da sadəcə məlumatı olan şəxs qismində dindirilə bilər. Bu mərhələdə əsas məqsəd maliyyə əlaqələrinin izah edilməsi, sənədlərin təqdim edilməsi və mümkün uyğunsuzluqların aydınlaşdırılmasıdır. Allahverdiyev qeyd edib ki, pul yuma cinayəti ilə bağlı işlərdə ən mühüm məqam vəsaitin qeyri-qanuni mənbədən əldə edildiyinin və bunun bilərəkdən legallaşdırılmağa cəhd göstərildiyinin sübuta yetirilməsidir. Əgər pulların qanuni biznes fəaliyyətindən qaynaqlandığı, investisiyaların şəffaf şəkillə rəsmiləşdirildiyi və formal dövriyyə mexanizmlərinin olmadığı müəyyən olunarsa, istintaq fiziki şəxslər barəsində xitamla nəticələnə bilər. Ən ağır ssenari yalnız kifayət qədər sübut toplandığı halda gündəmə gələ bilər. Bununla belə, media qurumu ilə maliyyə və ya ortaq əlaqədə olmaq təkbaşına cinayət tərkibi yaratmır. Cinayət məsuliyyəti üçün birbaşa iştirak, niyyət və qeyri-qanuni mənfəətin legallaşdırılması faktlarının açıq şəkildə sübut edilməsi tələb olunur. Allahverdiyev əlavə edib ki, Mübariz Mənsimov nəticəni gözləməlidir. Hazırki vəziyyətdə Mübariz Mənsimov üçün əsas gözlənti istintaqın gedişində maliyyə əlaqələrinin hüquqi müstəvidə izah edilməsi və prosesin nəticəsini gözləməkdir. Bu mərhələdə onun barəsində dərhal həbs, avtomatik ittiham və ya hökm ehtimalı hüquqi baxımdan əsaslı görünmür. Vəkil Rəsul Cəfərov isə deyib ki, məsələ hazırda Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılır. Rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə məlumat yoxdur. Azərbaycanın qanunvericiliyi prizmasından yanaşsaq, bu halda Cinayət Məcəlləsinin 193.1 nömrəli maddəsində nəzərdə tutulan cinayət tərkibi, cinayət yolu ilə əldə edilmiş əmlakin legallaşdırılmasından, yəni çirkli pulların yuyulmasından gedə bilər. Cinayət Məcəlləsinin 193-cü maddəsində bu əməlin müxtəlif tövsif edici əlamətləri nəzərdə tutulub. Bunlara vurulmuş ziyanın xeyli, külli və ya xüsusilə külli miqdarda olması, qulluq mövqeyindən istifadə edilməsi, əməlin təkrar törədilməsi və digər hallar daxildir.